Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bugün qısa olaraq Allahın rəhməti barəsində danışmaq istəyirəm. Allahın rəhməti sonsuzdur. Allah bəndələrinə qarşı çox rəhimlidir. Bütün varlıq aləmində olan sevgilər, mərhəmət, rəhmət hamısı Allahdan gəlir. Və ananın övladına olan sevgisi, övladın anaya olan sevgisi, dostların bir-birini sevməsi, çox istəməsi, bütün bunlar hamısı Allahın bu aləmdə qoyduğu rəhmət hesabınadır. Hətta hədislərdə var ki, Allahın 100 rəhməti var, onun birin bu dünyada qoyub və bütün o məhəbbətlər, sevgilər o rəhmətin hesabınadır, o rəhmətin nəticəsidir. Və Allah 99 rəhmətin qiyamət gününə saxlayıb. Ki, qiyamət günündə bəndələr, insanlar Allahın rəhmətin görəcəklər. Allahın rəhməti necə yağış kimi onların üzərinə yağır. Və hətta hədisdə var ki, iblis belə tamahlanacaq ki, bəlkə Allah bugün məni də bağışladı. Quran-ı Kərimdə Allah buyurur ki, və izə cəəkəl-ləzinə yu'minunə bi-ayatina, ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə, fəqul selamun aleykum, onlara denən sizə salam olsun. Allah Peyğəmbərə belə buyurur. Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə, onlara denən sizə salam olsun. Kətəbə Rabbukum əla nəfsihir rəhmə. Rəbbiniz özünə rəhmli olmağı, rəhməti yazıb, rəhmli olmağı qərarlaşdırıb. Rəbbinizin qərarı budur ki, rəhmli olsun. Bəndələrinə qarşı rəhmli olsun. Sonra buyurur, Ənəhu mən əmilə minkum suən bi cəhalətin, thumə təbə min bə'dihi və əsləhə fəənnəhu qəfurur rəhim. Bir nəfər bilmədən, cahillik üzündən bir günah eləsə, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib, özünü düzəltməklə məşğul olsa, şübhəsiz Allah çox bağışlayandır və mehribandır. Yəni Allah özünə rəhməti vacib eləyib. Allahın bu varlıq aləmində ilk öncə Allahın rəhməti hakimdir. Allahın rəhməti hakimdir. Qəzəb, əzab məsələləri də zərurətdir. İlahi ədalətin, zalimlara qarşı ilahi ədalətin yerini tapması üçün də o əzab zərurətdir ki, ədalət yerini tapsın. Amma Allah bəndələrinə qarşı rəhimlidir. Varlıq aləmi rəhmət üzərində qurulub. Ona görə də İmam Səccad əleyhissalam Allahla münacat edərkən belə buyurur. Ya mən səbəqət rəhmətuhu qadəbə. Ey o kəs ki, rəhməti qəzəbindən öndə gəlir. İmam demir, rəhməti qəzəbindən çoxdur, yox. Rəhməti qəzəbindən öndə gəlir. Allah ilk öncə, hətta günahkarla belə də olsa, günahkar da olsa insan, ilk öncə öz rəhməti ilə onunla müamilə eləyir, haqqı hesab eləyir. Rəhməti öndə gəlir. Qəzəbi sonradır. Əvvəli Allahın işlərinin əvvəli rəhmətdir. Hətta əzab da gəlirsə, həmin o rəhmət üzərində gəlir. Rəhmət nəyi tələb eləyirsə, ona uyğun ilahi cəza gəlir. Ona görə də Quran-ı Kərimi də açırsan, Bismillahirrahmanirrahim, Rəhman və Rəhim Allahın adıyla, Rəhimli Allahın adıyla. Ər-Rahmanir-Rəhim Maliki yevmiddin, Allah rəhimlidir, rəhmət sifəti gəlir, sonra deyir ki, narahat olma. Qiyamət günündə sahibi, qiyamət gününün də sahibi bu Allahdır, rəhimli Allahdır. Ona görə də rəhmət bizi əslində günaha cürətləndirmir. İnsan Allahın rəhmətin başa düşdükcə istiğfarı, tövbəsi daha da çoxalır və özünü bu rəhmətə layiq bilmir. İnsanın təslimiyyəti, təvazükarlığı daha da çoxalmalıdır. Bəli, bizim Rəbbimiz, Allahımız çox rəhimlidir. Allah bizləri də öz ixtiyarımızda olanlara, ətrafımıza qarşı, insanlara qarşı rəhimli olmağı nəsib eləsin.
Allah belə Allaha, Allah bizləri onu bu sifəti ilə tanıyıb ona layiqli bəndə olmağı mərhəmət eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.